Bir anlıq təsəvvür edin. Elə bir yer ki, bir ucunda qıpqırmızı quraq yarım səhralar, o biri ucunda isə yamyaşıl, sərin Alp çəmənlikləri var. Həm də bütün bunlar çox kiçik bir ərazidə. Bəli, bura Azərbaycandır. Gəlin bugün birlikdə ölkəmizin o möhtəşəm düzənliklərindən qalxıb, uca zirvələrinə doğru bir səyahətə çıxaq. Görək bizi nələr gözləyir. Həqiqətən də adamı düşündürür, elə deyilmi? Bu qədər kiçik bir ölkəyə, bu qədər zəngin təbiət necə sığıb? Yəni, bu necə mümkün ola bilər? Bax, bugünkü araşdırmamızın əsas sualı da budur. Cavabı tapmaq üçünsə, gəlin Azərbaycan coğrafiyasının, yəni onun təbiətinin dərinliklərinə başvuraq. Səyahətimizə başlamazdan əvvəl isə bir anlıq dayanıb bax bu gözəlliyə diqqət edək. Bu, Qarabağ dal laləsidir. Yalnız bir çiçək deyil əslində. Bu zərif gözəllik Azərbaycanın gizli qalmış təbii xəzinələrindən sadəcə biridir və bizi irəlidə gözləyən o inanılmaz müxtəlifliyin sanki kiçik bir müjdəçisidir. Yaxşı, bəs marşrutumuz necə olacaq? Qısaca nəzər salaq. Əvvəlcə Azərbaycanın müxtəlif landşaftları ilə tanış olacağıq. Sonra düzənliklər və dağlar arasındakı fərqi görəcəyik, ovalıqlardakı həyatdan danışıb, oradan dağların zirvəsinə doğru qalxacağıq. Yolda rastlaşdığımız canlı aləmi kəşf edib, sonda bütün bunların üzərindəki insan izini araşdıracağıq. Hazırsınızsa, başlayaq. Və beləliklə ilk dayanacağımız Azərbaycanın müxtəlif landşaftları. Amma dayanın, ümumiyyətlə landşaft nə deməkdir? Gəlin əvvəlcə bu sözün mənasını tam anlayaq, çünki bütün hekayəmiz bu anlayış üzərində qurulub. Deməli, landşaft deyəndə ağlınıza sadəcə gözəl bir mənzərə gəlməsin. Bu, daha dərin bir şeydir. Təsəvvür edin ki, bu, bir-birinə bağlı bir sistemdir. Jeoloji quruluş, relyef, iqlim, torpaq, bitkilər, heyvanlar, hamısı bir yerdə, ahəng içində, bir-birinə təsir edir. Bax, məhz bu bütöv sistemi anlasaq, Azərbaycan təbiətinin möcüzələrini də anlaya biləyik. İndi isə gəldik bütün bu müxtəlifliyin ürəyinə. Azərbaycan təbiətinin bu qədər zəngin olmasının əsas səbəbi nədir? Cavab çox sadədir. Düzənliklər və dağlar arasındakı o möhtəşəm, o kəskin fərq. Gəlin bu xəritəyə birlikdə baxaq. Hər şey o qədər aydındır ki, baxın, ölkənin tam mərkəzində Kür Araz ovalığı kimi nəhəng, düz bir ərazi var. Onu isə kənarlardan sanki bir çərçivə kimi Böyük və Kiçik Qafqazın əzəmətli dağ silsilələri əhatə edir. Deməli, bizim bütün hekayəmiz bax bu iki fərqli dünya, düzənlik və dağ arasındakı ziddiyyətdən başlayır. Yaxşı, gəlin səyahətimizə yerdən başlayaq. Elə ölkənin ürəyindən, o geniş, günəşin qızdırdığı ovalıqlardan görək buralarda həyat necə axır. Məsələn, Kür Araz ovalığını bir anlıq düşünün. İsti, quru bir hava. Torpaqlar boz və biraz da məhsuldarlıq az. Belə bir yerdə həyatın açarı nə ola bilər? Əlbəttə ki, su. Məhz suvarma sayəsində bu torpaqlar sanki yenidən doğulur, canlanır. Bu isə təkcə təbiəti yox, həm də insanların bütün həyatını, məşğuliyyətini formalaşdırır. Aha, indi gəldi çox maraqlı bir məqama. Coğrafiyada landşaftları qruplara ayrılırlar. Düzənliklərdə landşaftı əsasən iqlim müəyyən edir, buna zonal deyirlər, amma dağlarda vəziyyət fərqlidir. Yuxarı qalxdıqca hər şey dəyişir, buna da azonal deyirlər. Ən maraqlısı isə bilirsiniz hansıdır? İntrazonal. Təsəvvür edin, quraq bir düzənliyin ortasındasınız və birdən qarşınıza çay boyunca uzanan sıx bir meşə çıxır. Bax, bu Tuqay meşələri təbiətin əsl sürprizidir. Yaxşı, düzənlikləri gördük. İndi isə ayaqqabılarınızın bağlarını möhkəm bağlayın, çünki əsl macəra indi başlayır. Düzənliklərlə vidalaşıb Azərbaycanın dağlarına doğru addım-addım yuxarı qalxırıq. Bax, bu sxem bizim dağlardakı yol xəritəmiz olacaq. Fikir verin, hündürlük artdıqca təbiət necə qat-qat, təbəqə-təbəqə dəyişir. Bu eyni ilə çoxmərtəbəli bir binanı pilləkənlə qalxmağa bənzəyir. Hər mərtəbədə sizi tamamilə yeni, fərqli bir mənzərə gözləyir. Və ilk addımımızı atırıq. Düzənliyin o quru, isti havası geridə qalır. Artıq hiss edirik ki, hava biraz sərinləyir, torpaq daha məhsuldar olur. Elə buna görə də ətrafda qızılı taxıl zəmiləri görünməyə başlayır. Bura dağ ətəyi çöllərdir. Yüksəlməyə davam edirik. Təxminən 500 metrdən sonra dünya tamamilə dəyişməyə başlayır və biz təxminən 2000 metr hündürlüyə qədər uzanan bir aləmə, yəni sıx dağ meşələri qurşağına qədəm qoyuruq. Və burada artıq hər şey bambaşqadır. Havadakı o nəmliyi, torpağın o zənginliyini hiss etmək olur. Ətrafa baxın, hər yer palıd, fıstıq, vələs ağaclarıdır. Sanki onların səltənətinə gəlmişik. Bəli, biz hazırda Azərbaycanın o məşhur yaşıl kəmərindəyik. Meşə qurşağını da keçirik və bir nöqtəyə çatırıq ki,
Ağaclar sanki bir anda bitir. Qarşımızda isə nə açılır? Sonsuz, yamyaşıl, çiçəkli çəmənliklər. Bura subalp və alp çəmənlikləridir. Bu yerlər təkcə gözəlliyi ilə deyil, həm də heyvandarlıq üçün çox qiymətli yaylaqlar olmasıyla məşhurdur. Yaxşı, biz artıq bütün mərtəbələri gəzdik, bu təbii evləri gördük. İndi isə gəlin görək, bu evlərin özünə məxsus unikal sakinləri kimlərdir? Söhbət əlbəttə ki, Azərbaycanın heyrətamiz bitki və heyvanlar aləmindən gedir. Məsələn, bax bu Xəzər zəfəranı. O, endemik bir növdür. Yəni, nə deməkdir bu? O deməkdir ki, bu gözəl bitki dünyanın başqa heç bir yerində təbii olaraq bitmir. Yalnız burada. Bu, Azərbaycan təbiətinin nə qədər özəl və təkrar olunmaz olduğunun ən bariz nümunəsidir. İndi isə bir zaman maşını ilə tanış olun. Bəli, bu Eldar şamı əslində canlı bir relikt növdür. Yəni, milyonlarla il əvvəlki bir geoloji dövrdən bu günə qədər gəlib çıxmış canlı bir fosildir. Sanki qədim dünyadan bizə bir salamdır. Onu qorumaq əslində planetimizin qədim tarixinin bir parçasını qorumaq deməkdir. Və əlbəttə, heyvanlar aləmi də eyni ilə belədir. Hər landşaftın öz sakinləri var. Düzənliklərdə tülkü və dovşanlara rast gəlsək, çay kənarındakı qamışlıqlarda çöl donuzu və çaqqal gizlənir. Dağ meşələri Qafqaz maralı və qonur ayının evidir. Ən yüksək zirvələrdə isə dağ keçisi və hətta əfsanəvi bəbir hökmranlıq edir. Hər biri öz yaşadığı mühitə mükəmməl uyğunlaşıb. Bütün bu təbii gözəllikləri, bu zənginliyi gördük. Yaxşı, bəs bütün bu hekayənin harasındayıq biz insanlar? İndi gəlin biraz da bu möhtəşəm landşaftların üzərindəki insan izinə baxaq. Burada iki fərqli anlayış var. Təbii landşaftlar və antropogen, yəni insan tərəfindən yaradılan landşaftlar. Məsələn, uca dağ zirvələri, sıx meşələr demək olar ki, toxunulmaz qalıb. Bunlar təbiidir. Amma düzənliklərə baxın, əkin sahələri, şəhərlər, su anbarları, bunların hamısı insan fəaliyyətinin nəticəsidir. Və bugünün reallığı budur ki, müasir Azərbaycan bu iki landşaft növünün birləşməsindən ibarətdir. Amma sevindirici hal odur ki, bu təbii irsi qorumaq üçün də addımlar atılır. Bax, Respublikamızda yaradılan milli parklar, qoruqlar və yasaqlıqlar məhz bu məqsədə xidmət edir. Bunlar, bizim bu unikal təbiəti gələcək nəsillərə ötürmək üçün ən böyük ümidimizdir. Beləcə, səyahətimizin sonuna gəldik. Birlikdə Azərbaycanın düzənliklərindən zirvələrinə qalxdıq, onun nə qədər zəngin və müxtəlif olduğunu gördük. Amma sonda bir sual qalır, bu sual təkcə mənə yox, hər birimizə aiddir. Biz bu misilsiz təbii mirası qoruyub, onun gələcəyini necə quracaq?